Növbəti mənzildə tamamlama işləri gedir. Bura yataq otaqlarından biri. 2 radiator quraşdırılıb burada. Digər yataq otağı bu hissədə. Burada da radiator hazırdır. Bura 3-cü yataq otağı. Mətbəx. Bu hissədə isə ancaq isti döşəmədir. Bura isə qonaq otağı. Burada asma intaz və burada su tez-tez kəsildiyindən əlavə bir dənə bakda qurulub. Sayğacdan gələn su, həmçinin bakdan gələn su təzyiqli gidromotor vasitəsilə sistemə daxil olacaq. Bu hissədə isə bypasslı filtr. Bura isə hamam otağı. Dəsmal buradan, duş kabini üçün olan ərazi. Burada isə moydadır olacaq. Bura isə mətbəx olan ərazi. Kombi üçün isə ayrılan otaq bu hissədə. Bura bağlı olsa da, ancaq müştəri burada belə bir səliqəli plastikdən qutu yığdırıb kombi üçün. Bunlar isə bizlə əlaqə vasitələri. Xeyirli olsun sahibi üçün. İnşallah arzusunda olanlara qismət olsun.